görüm. Targovda açın görə bilərsin. Mən bura gələndə Targovda olmamışam. Təskinlik verirsən. Sənin hər şeyin abartıdır, özünə təskintilik verirsən. Qadın geri qəşəng olmasın, qadın geri şarm olsun. Hə? Hı? Bilirsiniz niyə? Deyir, insanın qəlbi necədirsə, üzünə vurur. Üzünə vurur. İndi məni sevərsən, sevməzsən, özün bilərsən. Amma əgər insanı tanımaq istəyirsənsə, ürəyini bilmək istəyirsənsə, üzünə bax. Əgər üzündə heç olmasa biraz nur varsa, bil ki o insandan sənə zərər gəlməz. Sifətimdən mürdəşirlik yağmır axı. Mənim üzümə baxanda adam gülmək istəyir. Deyirsən, nurlu üzvə qurban olum qız. Gələn düz danışaq. İndi babam mən sevməyənlərə deyirəm. Qurban olum. O da maşallah, da bilmirəm, effektdir, çox değiş badır. Buradan arada resmi oxşadıram, hə. Atırmışam siz yine, ətəğə gecə saat 2 vaxtı qıyırım. Baboşla oyna. Baboşla mənim problemim yoxdur. Valla. Onunla heç bir problemim yoxdur. Valla, onu da sizinə çox. Əvvəl mən onu sevmirdim, nə yalan deyirdim. İndi onu görürəm, pis olurum. Valla. Hə, heç kimdə iş yoxdur, tutub qıraqdadır. Az girdi kompletin üçün. Hayin kəsməyimizdə, az demə. Nə bilim. Yox, bu saçdan nəsə məni kafamı bozuyor. Mən şəhərdə elə anaları görürəm, onlara qurban olaram az. Ən başda öz anama, mənə necə analar çox istəyir. Allah haqq, necə xətrimi çox istəyirlər. Hansısa mənə 2 dənə söz saldı, nə vecimə. Hər dədəndə ekran qaydıyla ərsini deyil, ərsini deyil, ərsini deyil. Mən özümə məqsəd qoymuşam. Yazmışam, sədişim, sən də çiçək gibi kadınsın. İnşallah, Allah nəsib eləsin. Mən həkimlə məsləhəti ilə belə deyək də, həkim indi mənə dediyi əməliyyatdan sonra, bədən estetikimdən sonra demişdi ki, inşallah 2020 hələ bir ki, üzümüzə gələn yayda çocuğum, yəni iş başında yani yayda çocuk yapabilirsiniz. Ki yok, bu yay yok. Üzümüze gelen yay. Çocuk yapabilirsiniz ki gelen yay kışın olsun. Onda olar. Ondan qabaq olmaz. İnşallah o da ondan sonra kitabı bağlayırım. Все. Все. Onunla kitabı bağlayırım. Gələn yay son tarixdir. İnşallah Allahın köməklilə Rəbbim mənə nəsib eləsin, buradakı qızlarıma da nəsib eləsin. 90'lar pırt eləyib. Yəni, gələn yay kim mənə bir hamilə qalmaq istəyirsə, yəni necə hamilə qalmaq istəyirsə, çapaşuş günə, yəni hamiləlik sürəcini bir keçirik, o anlamda. Yayda hazırlaşarıq. Birlikdə gedərik. Hər də, yəni, bilirsiniz nə üçün deyirəm? Çünki mənim hamiləlik sürəcim çox qəşəng olur. Hamiləlik sürəcində yiyirəm, keyf edirəm, məni bir hamiləlik alıb, qızlar bir dənə bilir, mənim o vaxt Instagram vaxtları, kim məni izləyirsə bilir də, məni bir dənə hamilə, ay bu nə güzel zarişim, məni bir dənə hamiləlik sürəcim olur, ləblə quza. Kızlarla gülürük, piçonlar pişir. Ya kim beni izleyir Instagram'dan o vaxtda? Piçonlar eləyirik, qaq, pis nə günlər idi o. Yəni hazırlaşın. Mən hamilə qaldımsa, sizinlə birlikdə doğucuyam. Yaya hazırlaşın. Əgər doğmaq fikriniz varsa, planınızı yayda qurun. Bu yay yox, gələn yaya. Bu yay yox, bu yay mənə olmaz. Gələn yay.
İnşallah Allah nəsib eləsin. Qurbanım sənə ya Rəbbim. Bunlara da nəsib elə. Evlilik xoşbəxtçilik diyor təbii ki. Sırğanı hardan almışsınız? Cavab verin də. Sırğanı hardan almışsınız? Mən də bilməm, satın almışım. Niyə olmur? Olmaz da əməliyyat olmuşam axı, bir ildir. Ha, bir il yarımda əməliyyat olmuşam. Kofta hardandır Arzum? Kofta Katiyadandır. Ula official, teşekkür. Ne de Arzu kızın adı? Katiya. O adını bilmirəm. Bakumol var, Bakumol. Bakumolun Mado var, Mado aşağıda. Mado'da ikinci mərtəbə Kahidi, Kuvidi magazinin adı. Oradan almışam, o 7 manat. Əlcik daha canımdan. Təbii ki, sən suyunu. Ay bala, suyunu şey eləyim. Uşaqlarım benim suyunudur. Ay Leyla, bu nədir? Uşaq hələ yoxdur. Deyirlər təbii doğuş yoxsa Leyla, sənə qurban olsun, arzu eləmə. Eləmə ürəyim. Bu saç rəngi yaraşma, nur gəlib üzümə. Saç kim eləyir? Saçını xanım. Story'də paylaşmışam xanımı. Xanımın familiyasını bilmiyor. İldüzə, hə, sən 5 qarnı doğmusan, sənə ayıbdır. Az mənə nəş ayıbdır? Mənə niyə ayıbdır? Mən özümü, bax gəlin sizə belə deyim. Bax, babamın yoru haqqı. Mən özümü 5 çox anası kimi görmürəm. Leyla öpürəm ürəyim. Anne olur Rəbbimə görmürəm. Az civi kimi qızam. Yəni civi o mənada, yəni cavan qızam. Sən mənə 5 uşaq anası kimi görürsən, ətaqa mən özümü görmürəm. Az nə olub mənə? Hindi uşaq dünyaya getirmişəm də mənim həyatım sönüb. Mən o tipikni, belə deyim də, analardan deyirəm. Allah yaxşı analarımın canını sağ eləsin. Öpürəm xanım xatın anaların əllərindən. Amma mən o deyiləm. Mən o gözəl xanım xatın bizim Azərbaycan mentalitetində çox gözəl xanım xatın analar var. Bax, başda da mənim mamam. Elədir. Mən o qadınlardan deyiləm. Mən biraz fintifruşkayam. Yəni biraz havalarda uçan. Mən biraz xaricinin suyunu çox içmişəm. Başa düşürsünüz? Oranın dalğası mənə çox vurub. Ona görə məni qınamayın da, qurban olum. Oranın dalğası çox vurub məni. Yemişəm, içmişəm, indi oranın abu havası ilə böyümüşəm. Hə. Səni çox istəyirəm, mən də sizi çox istəyirəm. Arzu oxu da, can oxuyuram. Nə bilim, düz deyir də, hə də. Qurban olun, neyinim, ona bilmirəm. Mən belə, necə başa salım. Mən ruhum bilsizdir. Asfaqça bilsiz nədəndir o? Çünki mən xərçəng bürüsüyəm. Xərçənglər belə oynayır, qanı qaynayır. Zarina öpürəm. Xərçəng deyir ki, gül mənə, gülüm sənə. Sev məni, sevim səni. Sığalla məni, sığallayım sənə. Bir addım at, 5 addım atım. Can deyim ay can. Öp, öpüşüm. Yəni sevdiyinlə də, yəni o mənada. Əlimi uzat, özümü verim sənə. Yəni biz xərçəng bürcülər sevgi, qayğını çox sevənik. Başa düşürsünüz? Xərçəng deyir, sığalla məni. Sən xərçəngi sığalla, gör xərçəng sənin üçün nə hoqqa verir. Xərçəng sevgiyə siz necə çox bağlı insan. Xərçəng kimi bürclərin arasında ailə sevən bürc yoxdur. Vallahi. Amma bir dənə xərçəngi bir minusu var. Bu xərçəngi bax, dost ol, çıxartsın sənə canını versin. Xərçəngi zıpla bıçağı dalından xərçəngin. Xərçəng yaralanacaq, bəlkə qırılacaq. Sonra xərçəngin yanacaq, can, xərçəng yanacaq, ay can. Yenə zıplayacaq. Xərçəngi nə qədər qapazlayırsan, adam olmur. Necə adam olmur? Dərs almır. Həmişə də zərbəni yiyən bürcdür. Həmişə zərbə yiyən bürc hələ xərçənglərindən bürüdür. Can yandırır, amma onun qarşılığını almır. Həmişə gözü qəmli qalır, gözü yaşlı qalır və çox vaxtda xərçənglərin bəxti çox şeydə getirmir. Xərçəng çünki istəyir sevilsin. Biz necəyik və biz oturaq. Desin, ay nə qəşəngsən sən.
Sevdiyimizdən onu istəyirik. Biz çox şey istəmirik. Biz bir günlə də xoşbəxt olarıq. Amma biz o ilgini istəyirik. Mən qayğını sevirəm. Mən məsələn, yoldaşımın sevgini görməyəndə olur da, mən eksik qalıram. Hələ bilirəm qanadlarım qırılır. Soyuram, tez soyuram. Mən ondan sevgi görməyəndə uzaqlaşıram. Bilmirəm, indi xərçənglər varsa onun aralarında. Bəlkə mənim başa düşər, bəlkə aralarında elə var. Ola bilər, bəzi başqa büclərdə də var. Məsəl üçün, mən yoldaşımdan sevgi görməyəndə, sığal görməyəndə, qayğı görməyəndə mən uzaqlaşıram, soğuq oluram. Hələ bilirəm ki, arama pərdə qoyublar. O istiqanlığını göstərə bilmirəm. Gözləyirəm ki, o mənə addım eləsin. Çünki biz sevgini, biz sığalı çox sevirik. Və məsəl üçün, girmişəm yerimə, yerimdəyəm. Uzanmışam, canım ağrıyır da, xəstəyəm. Sadəcə yetərlidir, gəlsin desin ki, həyatım nəsə istəyirsən ki, sən bir dənə çay sizim. Məsələ bilirəm, dünyaları mənə veriblər. O ilgini görürəm deyə. Və yaxud səhər oyanım, mənə yazsın ki, sabahın xeyr, aşkım, necəsən? Yaxşısan? Haransa ağramır. Bax, biz bunları gözləyirik. Deyirik ki, bizdə diqqət olsun. Amma sadəcə sevgidə yox ha. Biz dostluqlarda da elədik. Biz diqqət istəyirik. Hə, amma indi bir yanımız da var. O yerimiz pisdir. Məsəl üçün məndə. Mən dostluq edeyim. Dostluq edeyim. Bu şeylərimiz xərçəngdə pisdir. İndi bilmirəm, hamınız eləsiz, mən indi özümdən danışıram. Məsəl üçün, mənə bir insan zərbə vurubsa, bir dəfə, iki dəfə keçmişəmsə, üçüncü dəfə sınanıram. Xərçəng bir söz elədi. Susur. Gözləyir. Zərbəni elə vurur ki, heç gözləmədiyi anla ki, hələ bir ki, sənə zərbə vurur, gözləyir. Hələ moment gözləyir ki, heç bilməsin ki, o zərbə bundan gəlib. Gözləmədiyi anda. Amma qısasını həmişə alır. Heç vaxt altında da qalma. Bugün olmasa da, bir müddət sonra qısasını alır. Onu bir dənə sand töksünlər üstüme. Tərəz, mən nə bilim, az astrologam. Mən indi özüm xərçəngəm deyə öz praktikimi danışıram. Əqrəb de əqrəb. Əqrəb. Mənim yanımdakı Günel. İndi sizə demirəm ha. Əqrəb, bu əqrəb. Əqrəb deyil. Bax, əqrəb ürəyi təmizdir, yaxçıdır. Hər şey belədir. Amma gəl ki, biraz hamıya yaxşı baxır, ay bacı. Hamıya bu həyatda yaxşı baxır bu qız. Bu qız pis nədir bilmir. Ta ki, buna deyəsən ki, ay Günel, budur. Aylar ki, hoppa, partlayar. Əqrəb çox keçir. Əqrəb altdan alır. Yəni, mən gözümdəkini deyirəm də. Və məsələn, Toma da əqrəbdir, bizim Toma. Ürəyi çox təmizdir. İndi adamın Allahı var da, nə deyər, o anlıq dilində deyər. Bunda da var o. Dilində o anlıq deyər, bəlkə qəlbi o anlıq qırar, amma ürəyində kin saxlamaz. Arzu, adaşım öpürəm. Hə, amma bunlara bir dənə pis yerini tut. Biz xərçənglər yaxçıyıq bunların yanında. Allaha and olsun, mən xərçəng, şəxsən bu əqrəbin yanında yaxşıyam. Allaha, biz xərçənglərin adı çıxıb. Bu niyə getmir? Aton şəhəridir. Balıq necədir? Bunu almışsan. Balıq mənim ərim. Kimi unutmaz. 5 ilin kişisindən danışıram ha, qadını deyə bilmərəm. Hə, qadın da elədir. Balığın kişisi mənim yoldaşım. 10 ilin söhbətini başıma vurar. Tərəz də elədir.
Amma ürəkləri təmiz olur. Sevəndə də bək sevir. Deyə atam yazıb kiri. Atam, balıq. Deyə papam. Papa səni baboşdan götürmüsən kiri. Hə. Deyəsən baboşa baxırsan. Papa. Hə. Kiri nədir? Balıq. Papam. Deniz balıq. Kirli. Kir içində saxlayar ay bacı. Onun sonra baş vurur. Çürütkən. Çürüdür. Amma sevəndə bək sevirlər. Amma sevəndə də bək sevir. Məsələn, papam. Sabah papa nədir? 12'si, hələ bugün 11'i. Uca oldu 12'si, olmayıb. Neçəsidir bugün, tarixə bax görüm. 12'si də ad gün. Deyəm. Güya tarixə girdi. 12'sidir, az 12'sidir. Oldu. Papa! Deyəm ki, düz baxarsan, biraz şeysən. 12'sidir. Oldu 12'si, deyəm girməz filtrimdə qəş. Deyəm papanı təbrik eləyim. Az hələ, deyəm Almanyada olmayıb bax hələ. Almanyada olmayıb. Nə olsun papa, sənin də mamam burada doğub da, gəl səni təbrik eləyim, deyəm. Almanyada 12 olmayıb, əybiyə qoy buradan eləyib, onsuz da Azərbaycanda doğulmuşsan da. Əsas Naibə mama səni Azərbaycanda doğub da, Almanyada doğmayıb ki. Ona görə təbrik eləyik. Az 12'dir də, burada 12'ni keçib. Az orada doğulub o burada doğulub. Anası burada doğub onu. Hə, düşürük, hara düşürük xanım? 28'e düşərsən, o burası reisdə gələrsən. Gözlə atamı təbrik edin. Gözləyin gülməyin. Sonra arxa fon muzika qoyarsınız. Nə yazıb, söyür məni deyəm. Ay, anan səni burada doğub, gözlə səni təbrik edirəm, ay kişi, getmə, gözlə. Gözlə. Qoy birinci oxuyayım, sonra səsləndim. Happy birthday to you. Happy birthday to you. Happy birthday papa. Happy birthday to you. Papa, səni təbrik eləyirəm. Sənə deyəndə həmənin yeridir kişini təbrik eləyirəm. Papa, səni təbrik eləyirəm. Sənə uzun ömür can sağlığı arzulayıram. Qoyuram da. Ürəyində nə arzular varsa yerinə yetsin. Neyim deməyəsən. İnşallah Allah nəsib eləsin. Nəticələrini görəsən. Naibənin toyunu görəsən. Anovun adını vermisən. Naibənin toyunu görəsən. Elizabetin toyunu görəsən. Dalia'nın toyunu görəsən. Denias'ın toyunu görəsən. Bütün nəsli sayıram deyən nəvələrini. Elmar'ın toyunu görəsən. Sevincin toyunu görəsən. Qardeşimin uşaqlarıdır. İndi üçüncü də bugün sabah bir aya gəlir. Onu da maşallah 7 dənə nəvim var. Maşallah kişi. İnşallah nəticələrini görəsən. İnşallah nəvələrin sənin gözünə çıraq olsun. Sənə uzun ömür can sağlığı arzulayıram. Allah səni atalıqdan eksik eləməsin. Burada bütün valideynləri başımızdan eksik eləməsin. İçində də mənim valideynlərimi. Səni öpürəm papa. Happy birthday. İyi ki doğdun. İyi ki benim babamsın. Sevirəm səni. Amin. Sədişim, bax kişi, aypa. Sədiş də səni təbrik elədi. Öpürük səni. Böyük kişi olasan həmişə. Evet, görsən 2600 nəfərdən ay kişi, heç həyatında 2600 nəfər səni təbrik eləmişdi. Təbrik Elmar əmi. Allah canı sağ eləsin, Allah var eləsin. Sədiş yazıb ki, təbrik eləyirik, Güney səni təbrik eləyir, Əmican, qızlar burada səni təbrik eləyir. Estet, öpürəm ürəyim, təşəkkür. Hə. Ay, Allah sizi güldürsün qızlar. Yaxşı ki varmışsınız ablacığım. Kaydı paylaşdım, yorum yazaq qızlar. Qızlar, sizdən bir şey xahiş eləyə bilərəm. Hay? Şir qadın, şirləri əslində sevirəm. Yox, onu şir ödüdüm. Aha, Sədiş gedin mənim son videoma çoxlu komment like atın gəlində, nə olar ki? Amma gedin qaydına, ilişib qalmayın orada burada. Az konkret oturdum bunlarla qıyıvırdım. Amma keyfimi açdılar 1 saat 10 dəqiqə. Allah'a and olsun. Aç da onu da. Konkret əlim qolum bağlanmış. Az açıldı indi. Bütün orqanlarım açıldı. Allah haqqı. Siz olmaz. Deyirəm də 2 həftədir mən yayınlaş. Hələ bilmir olmuşdu mənə. Bilmirdim ki. Gürcistandan salam, əleyküm salam.
Bizi sənə çağır. Ged üz qoyun gəlin. Kosmetolog Aytac. Teşekkür ederim Ürəyim. Hesap satır. İsteseniz yazın. Herkes de yazdılar indi. Az inanmayın öyle şeyle. Gidip pultuzanlar sonra qalarsınız pulsuz. Niye? Kıza bir tane Napolyon almışıq. Bax buradan. Bunu sabah aparaq işə. Bax buradan. Az bir tane Napolyondu. Birini qonağa apardım bax buradan. Çox qəşəngdir, evdə pişirirlər. Çox qəşəngdir. Gəlinin nişanına da buradan almışdıq. Biz yediğimiz karamellidir. Doldurdu ürəyi, çox yedi. Çok tuzlu istedim. Acıydım. Şirin. Turşu istəyirsən, gümrüzlük yaralanır sənə. Nuş olsun, canım çox sağ ol. Tuzlu işlerimiz yok da. Yox, Ben şirin yerinde tuzlu istedim. Napolyon istədim. Gəl ürəyim, gör otur yiyib, bir nə qədər deyirəm, dur qaç gəl. Ben bakıyorum. Yanındakinin. Başış mənim. Hə, Günelin. Ben değil lan. Sözü səhv anlayanda Arzu. Hə, Günel hamilədir. Pardon bittiler. Azrail, sözü səhv anlayanda. Yazıblar ki, hamilədir. Mən də oxumuşam hamiləyəm. Ona görə. Ha, sorry. Sözümü geri götürüyorum. Üzüllü say. Qollarımın içində nədir? Necə yəni? Yox, az Günel ərvacı hamilə qalsın. Mənə qalmayacaq ki. Canlı düşüb. Xanım, saat 3-ün yarısıdır. Nə eləməliyik canlıda? Bir bakın 3 saat senin önünde. 3 həftəyə yaxın canlı açmıram. Sən narahat olma Arzu üçün. Ölürüm. Merhaba. Sonra nə olub o sönü? Darıxmışdıq. Az bir ay Sədiş, biz görüşə bilmədik az. Bir-birimizə bu kadar yakınız. Ged yat. Az yata bilmirəm. Rejimin pozulub ay bacı. İnanmırsınız, birazdan acıyacağım mən. Səhvdəysən duracaq. Hə, saat 3'e işləyib. Sabah gedəcəm kosmetologa. Sabah gedib Milan yanına. Az onu soruşacaqdım. Ne sizdən qızlar mənə demədiniz. Mən Milan yanına getmək istəyirəm də üzümə. Milan yanına. 7 nöqtə eləmişəm 12 gün, 13 gün bundan qabaq. İndi yenə eləyə bilərəm. Gün ildə yaxşı həftədə bir dəfə eləyə bilərsən. Hələ şey var, gedim bir də eləyim. 7 nöqtə. Eləmişsiniz də 100% aramızda var. Bence bir haftadan sonra olur. Hə, nə qədər olar? Olar. Arzu olar. Doğrudan. O 7 nöqtə Quranaq gözümü çox qəşənglədi. Gedim sabah eləyim. Bir həftə sonra olar. Hə, onda gedim sabah eləyərəm. Hə, sabah gedib eləyərəm 7 nöqtə. Hə, sabah 7 nöqtə üzü mülayimləşdirilir. Üzü siz neyiniz 7 nöqtə? Yəni indi qızın dediyinə görə. Bax belə lifting eləyir, qaldırır üzü. Fikir verirsiniz üzüm necə yığışır. Qüdrətin haftasına oxşayırdı, uzun belə düşmüşdü. Bax, qıbla pürüstürücünü götürüm. Az keşdə sən də pürüstürücü. Bax. Bax, buramda pürüşük var idi, qoruyub bax. Ay, çok güzel. Qırışlarıma bax elə. Bax, xalıma qədər görsənir. Ay, çok güzelim. Hə, iynədir belə. Belə vurur, belə.
Bax, üzüm parıldayır mənə qəşəngdir. Amma parıldamaq şeydəndir, dermatoloqdan, Aygündən. Bir şeylə bir əvvəl özündən parıldayırdı. İndi az parıldayır. Deyir, əvvəl daha da çox parıldayır. Məncə yaxçıdır. Əvvəl alnın zorundan parıldayırdı. Yaxşı, qoyum yenə dəri pürüstürücü. Hərbi çox oldu sizə. Belə qəşəngdir. İndi buradan çıxandan sonra Allah haqqı sırası yazacağım ona. Gedim sabah eləyim. Sabah çimim, çıxım, bez makyaj sırası kaçım yanı. İstəsəz gəlin, sabah abid arasında oraya gedəcəyim. Kim edib? Mila. Mən Mila da eləyirəm də. Köynəyi o etdim ağalım. Belə. Arzu, sənin neçə uşağın var? 5 dənə aşkım. Nə bilim, qaş əkdirməyi düşünürəm. İndi sizə açıq deyim də, qaş əkdirmədə mənə təklif olan yerlər var. Təmənnasız. Yəni ödənişsiz belə. Amma nəsə o deyil, çəkinirəm. Çünki razı qalanlar var, qalmayanlar var. Yox, qaş əkdirmə başqa yerləri. Yox, Mila kosmetologdur, ümumiyyətcə. Qaş əkdirməni mənə təklif edən yerlər var. Ki, gəlin sizə qaşınızı əkdirək, ödənişsiz, zatsız, neçə müddət deyirlər, amma qorxuram, qızlar, nə yalan deyim. Deyirəm, sonra çox qalın olar, peşman olaram. Mən belə qaş sevirəm də, daha çox belə. Qaşımı özüm çəkmişəm, çəkmə texnikasını dəyişmişəm. İndi belə çəkirəm mən. Sırğan skrin elədim, skrin elədim aşkım. Elə həyatım, elə. Padrugam etdirib, aha. Çox gözəl olub, heç qaşları yox idi. Balaba, məndə də bura qədər var, bura qədər görsən. Bura qədər var, öz qaşımdır. Buradan sonra, görsən, buradan, bunun aşağısından seyrələşir. Amma bura qədər var, öz qaşlarımdır, var, bura qədər. Amma altı bura qədər doludur, buradan sonra boşdur. Prosta deyirəm, qaş eləyərəm, çünki qaş əkmələrim çox qalındır. Ondan biraz çəkinirəm. Qulağımdakı linzam çox qəşəngdir. İkincini aldım, qızlar, linzanın. Linzamı kim görür, deyir, Arzu, çox qəşəngdir linzan. Çox təbiidir də, linza Bakudan. Yəni, bu qara gözlərin zadının üstünə çox qəşəngdir. Çomlu, kariçevi, qara gözlərin, açıq rəngli gözlərin üstünə məsləhət götürmür. 35 manat almışam. Açıq rəngli gözlərin üstünə məsləhət görmürəm. Amma mən illərdir onlardan alıram. Yəni, bilirsə, məndə reklam olanda deyirəm reklamdır, hədiyə verəndə deyirəm hədiyədir. Yəni, məndən linza Baku ödəniş almır. Mən ümumiyyətcə həmişə onlardan almışam. Dodağımı da Mila. Mənim dodağımda o vaxt Almaniyada suyunu dolğu eləmişdim. Bax, onu da deyim sizə. Suyunu dolğu eləmişdim. O suyunu dolğunu əritmək olmur. Sadəcə əməliyyatla çıxarda bilərsən də. Keçən dəfə Mila mənim dodağımı əritdi, komple əritdi. Dedi, Arzu, səndə suyunu da var. Dedim, suyunu o vaxtdan qalıb da, onu çıxarıb, geri əməliyyatla çıxardım. Buram da düyün yaranırdı, burada. Burada, burada. Dedi, narahat olma. Dolğunu elə elədi ki, o düyün itdi arasında. Onu tolka mən əməliyyatla çıxarda bilərəm. Kim dedi mənim dodağım təbiidir? Mən haçan demişəm elə söz. Haçan mən demişəm mənim dodağım təbiidir? Mənim dodağımda həmişə dolğu olub. Həmişə. Bunlar nə düşünürlər? Deyirlər, əgər əməliyyat olmayıbsa kosmetoloji prosedurlar olubsa, bu deməkdir ki, təbiiyəm. Xeyr. Gəlin açıq danışaq.
Kosmetologlar inanın bəzi əməliyyatlardan daha güclü effekt verirlər. Məsəl üçün, çənəsi keskin olan qadın dolğu ilə doldurur, uzadır. Alnı qırış salmış, üzünü botoksla açır. Mənim kimi gözün burası batıq olub, gedib burasını doldurup ceyran göz eləyən qızlar. Burnu anadan gəlmədir. Nə olsun əməliyyat qoyub, dolğu ilə doldurup figura verən qızlar. Sizin bəzi estetik üzünüz olmaya bilər. Amma kosmetoloji prosedurlarınız varsa, sizin sifətiniz yığılmadı. Başa düşdünüz? Yığılmadı. Çənəviz yoxdur, keskinsiz, bura yoxdur, gedib buranı dolğun eləyirsə, buranı dolğu eləyirsə, buranı eləyirsə, fərqi yoxdur. İstəyir estetik elib üzünüzü gərmisiniz, istəyir dolğularla gedib prosedur eləmişsiniz. Sənin kimi. Bəli, mən danmıram. Az 40 mindən çox pul qoymuşam üstümə. Valla. Deyirəm, qaz 31-dən 5 bətər idim. İndi yığdırmışam. Dişimi eləmişəm, dodağımı eləmişəm, gözümün üstünü eləmişəm, üz gərməm var, burnum əməliyyatdır. Xəlil, çokolat. Ay, ürəyim, sən Michael soruşurlar. Az bir yaxdan ağzımı çırramadı, bu da düz deyə bilmirəm. Ondan almışam köynəklər qızlar. Hə, yəni mənim hər yerim estetikdir. Bunu eləmişəm, onu eləməmişəm, bunu eləmişəm, qarnımı eləmişəm, çənəmə dolğu eləmişəm, burnumu əməliyyat eləmişəm, gözümün üstünü əməliyyat eləmişəm, üz gərmə eləmişəm, dodağımı doldurmuşam, alnımda botoks var. Yəni, bu prosedurları 7 nöqtə eləmişəm, saçım qaynaqdır, gözüm kipridir, gözüm linzadır. Yəni, yığmışam özümü, bacı, yığmışam. Təbiiyəm, yox. Amma mən bunları danmıram. Nə eləmişəm, deyirəm haqqına. Mən o qızlara niyə eləmişəm? Biraz faralarımı yığmışam da, silikon qoymamışam ki. Nə eləmişəm? Biraz qarnım var idi, onu götüzdürmüşəm. Nə eləmişəm ki? Bir damcı dodağımı eləyib dişimi eləmişəm ki. Nə onu? Az mən köynə qayıtlarıma baxanda ağzımda diş olmayan vaxtlar, yəni normal köynə dişlərim var. Deyirdim, vay, Arzu, bu nə dişi? Yaxşı ki, bu diş həkimləri var. Hə. Adam görür düzünü danışar da. Sən ətaxa düz demirəm. İstəyir kosmetolog, istəyir əməliyyat. Fərqi yoxdur. Değişimlər gedir, bədəninizdə gedir. Gör bir dənə 7 nöqtə nə qədər üzümü yığıb. Dişimi rıza eləyib. Rızadan çox razıyam. Hə? Mınzıqdır. Yəni, çox vaxt diş estetik həkimləri, diş həkimləri, mən dişimi elədim. Deniz məndə gördü, elədi. Qaynatam məndə gördü, elədi. Ramin, qaynatam Almanyadan gəldi. Ramin durdu Almanyadan gəldi. Padruqam durdu Almanyadan gəldi. Yəni, mənim özüm yaxınlarımdan 5 nəfər gəldi, elədi. Məndə Circona Max'dır. Hə, mən Rızanın nə işini bəyənirəm? Dentist Rıza, neyini bəyənirəm? Rıza bəzi diş həkimləri kimi süni eləmir. Niyə süni eləmir? Bax, sərt kesimləri yoxdur. Hə? Mıncıq kimi yığır. Hə? Dişimi kim görür, bəyənir. Özdə, hə, qızlar, bura indi görünmür. Burası aşağı ucları şəffafdır. Çox təbii görünür. Hə. Mənim məsələn dişimdə neçə növü var da. 150 manatdan 340 manata, 360 manata qədər gedir, səhv eləmirəmsə. Bir dəfə bilirəm ki, bayramda 8 martda endirmişdi 300 manata, səhv eləmirəmsə. Bir model də mənimkindən aşağını indirmişdi 220-yə. Amma iminli bu model mən məsələn bu modeli bəyənirəm. Burnumu tural eləyib. O vaxt vermişdim 1300 manat, 1300 manat turala. 1500 demişdi, sonra endirim elədim 1300 manat. Onda mən Instagram, TikTok sat istifadə eləmirdim. Tezə Instagram başlamışdım. 8 il bundan qabaq eləmişəm. Mən məsələn reklam dördü, mən onu pulunu vermişəm 1300 manat o vaxt eləmişəm.
Razıyam, ay bacı, razıyam. Mən o həkimin necə haqqına girim? Burun qapaqlarıma bax. 8 ilin burnudur bu. Çox da təbiidir. Mən o kişinin necə haqqını deməyim. Valla mən sevə-sevə də onu həmişə də deyirəm. Mən o həkimin haqqına girəmərəm. Bax, yandan qızlar. Baxın. Hə. Yəni mən burnumdan çox razıyım. Tural Vəliyevdir, səhv eləmirəmsə. 1300 manat eləmişdim o vaxt, 8 il bundan qabaq. İndi də elə eləyir. 1300-ə 1500 eləyir. Yox, kiprim yapışdırmadı. Hə. Bax, gözümün üstü. 1450 manat pul vermişəm. Bax, Allah haqqı reklamda orada. Gözümün üstünü kim eləmişəm? Azər göz bax, 1 qram iz qoymayıb da. Bax, gözümün üstünü eləmişdim mən Azərdə. Əti götüstürmüşdüm də. 1400 manat əməliyyata verdim. Qaşımın üstündəki o vaxtı tatunu götürmüşdü. Bir də gözümün üstü 2 nahədə. 2 nahə eləmişdi. 1400 manat verdim. 50 manat da analizə verdim. Razıyam, hə, razıyam. Mən bu həkimlərin adını necə tanım? Azərə eləmişəm 2020-də. Azərdə eləmişəm gözümü. Azər göz üstü ilə qaşı ideal eləyir. Çünki mən Azərin hansı işini görmüşəm? Azər Vəliyev, hə. Hansı iş... Vəliyevdir Azərin familiyası. Hansı işini görmüşəm? Super. İz buraxmır bu kişi. Soyadı səhv eləmirsə Vəliyevdir, bilmirəm, yalan deyəlim. Turalın da familiyası burnu bilməm, 8 il bundan qabaq eləmişəm. Tural məni götürməmişdi, da bax. Hə, Günəyə getmiş yəni, Günəyə götürməmişdi. Demişdi ki... Tural Vəliyev yox, bəs nədir? Demişdi ki, səndə heç... Üzgərməmi Vüsal edib. Amma Vüsal üzgərmə götürmür. Hə, Tural Həsənov burundur. Gözsə Azər Vəliyev. Hə, qızlar? Amma mən Tural sən nə demişdin? Verdiyev, Azər Verdiyev, hə, sən də, hə. Tural məncə deyil. Azər Verdiyevdir, qızlar bilir. Hə, mən adlarını tam bilmirəm. Qaşımı götürmüşdü o vaxtı, qaşımı. Bir də gözümün üstünün ətini. Valla, Vüsal doktor mənim üzgərməmi eləyib. Bax, üzgərməmi sizə göstərirəm. Çox qəşəng. Üzgərməmə baxın. Adam haqqına danışardı. Üzgərmə görürsünüz burada, bax, tikiş buradadır. Tikiş bax buradadır. Görürsünüz tikiş. Həndə adam necə belə əl işinin haqqı yerə vursun? Mənim ümumiyyətcə bilməm, qurban olduğum ürəyimə görə verib, ya nədir? Mənim bütün əməliyyatlarım udaçlı çıxır. Mənim elə bir əməliyyatım yoxdur, udaçlı çıxmasın. Mənim, məsəl üçün, qarın tikişmim yoxdur hələ bil. Sap kimidir. Üzümü gördünüz, 4 ayda üzüm olmuşam, bax. Üzümü 4 ayda eləmişəm. Bax. Bir tane burada tikiş görürsünüz, bax. Bax, burada tikiş. Bax. Bax. 4 ayda eləmişəm. Hə. Mən bunu necə itirim? Tikişi superdir. Bax, ümumiyyətcə ayda 1% qaldı. Ümumiyyətcə əməliyyatlarda qızlar girirsinizsə, çox oyan-buyan eləməyin. Həkimi, danışıqla yox. Get, 2-3 həkimə get. Get, otur, ürəyivə qulaq as. Hansında ürəyin cız elədi, bil ki, o həkimdir. O, sənin həkimin olmalıdır. Bax, içindəki o his. O his, hə dedisə, get o əməliyyata. Qalıb, sizi öpürəm. Bibilər, sizi öpürəm. Allah sizi xoşbəxt eləsin. İnşallah, yenə əlim, qolum qırmam, nə olar? Qəlb qırmayın. Ramazan ayıdır. Sevin, sevilən. Nə olar? Yaxşı, öpürəm sizi. Allah amanında. Allah bütün qəlbiniz, niyyətinizə tutduğu oruclarınız Ramazanda ürəyinizdə nə arzular varsa, o niyyətə çatdırsın. Yaxşı, öpürəm sizi. Yaxşı ki varsınız. Siz bilsiniz nəsiz? Siz var. Bundansınız. Öptüm, getdim. 1% qalıb. Amin, amin.